Hava limanlarına yanaşı ikinci çox sevdiyim yer dəmiryol stansiyalarıdır. Çünki qatarla səyahətləri olduqca çox sevirəm. Bunu həm Azərbaycanda, həm də dünya ölkələrində tətbiq edirəm. Və son illərdə, son vaxtlarda belə deyək, səyahətlərimdə tətbiq etdiyim yeni bir taktika deyək, bir şəhərə gəlmək və yaxın şəhərdəki stansiyanı Bakıya qayıtmaqdır. Bunu gecə qatarlarında da tətbiq etmişdim və dünən Bakı-Qazax qatarı ilə gəldim. İndi isə hazırda Bakıya, Gəncədən qayıdıram və Gəncə stansiyasında biletimi götürərkən burada çox gözəl elanlar gördüm. Belə ki, hər gün müntəzəm olaraq Gəncədən Mingəçevirə və əks istiqamətə, eyni zamanda Gəncədən Qəbəliyə və əks istiqamətinə qatarlar hərəkət edir. Birində 1 saat 10 dəqiqə, Bakı Gəncə Qəbələ isə 1 saat 50 dəqiqə zaman kəsindədir və belə bir yaxın məsafəli qatar xəttlərinin olması olduqca yaxşıdır. Məsələn, Gəncə və Mingəçevir arasında tələbələr və iş adamları üçün, işləyənlər üçün olduqca əlverişlidir. Qəbələ ilə bağlı necə əlverişli olduğunu deməyə ümumiyyətlə ehtiyac yoxdur və digər tərəfdən bunun özünün Bakı sakinləri üçün də prioritet istiqamətdir. Belə ki, Bakıdan Qəbəliyə yalnız şənbə gedir və Qəbələdən Bakıya bazar qayıdır. Lakin həftə içində vacib işləri olan insanlar üçün və yaxud şənbə bazarın səs-küyünə qatılmaq istəməyənlər üçün, şəxsən mənim üçün həftə içində getmək daha prioritet ola bilər və bunun üçün tələb olunan nədir? Bakı-Qazax reysi ilə gəlmək, qatar ilə gəlmək, Ləki stansiyasında enmək və artıq Gəncədən çıxan Gəncə-Qəbələ qatarına minməklə Qəbəliyə yollanmaq. Biletləri Dəmiryolu stansiya ADN-nin mobil tətbiqindən və internet səhifəsindən əldə edə bilərsiniz.